Eyni anda 9 milyonu seans eləyəmirəm. Hə, yazırlar, eləyirəm, fərdi qrup halında təlimlər, o heç. Fikirləşdim ki, elə bir mexanizma qurmalıyam ki, bu insanlar rahatlıqla çıxara bilim də burdan, asanlıqla çıxara bilim burdan. Bunun üçün fikirləşdim ki, bir kitab yaradım. Bu kitabın içində ilk öncə olaraq bunu bilgi kimi ötürüm. Sonra bilgidən sonra psixoloji analiz eləyim. Sonra bunu bir hekayə tipli əlavə edeyim ki, misal Aytən gəldi, real seanslarda olan hekayələrdə o işdən çıxarılmışdı, gərgin idi, belə idi və necə bu situasiyadan çıxdı. Hekayə olaraq oxuyanda gözündə canlandırır və rahat başa düşür. Və ən sonda da ona texnikalarını verim. Hə, gündəlik bu meditasiyanı elə, bunu elə. Bunun üçün də elə bir kitab yaratdım. Aha, maşallah. Bəli. Kitabın adı Hər şey yaxşıdırdı bu kitab. Bunun içində bir çox mövzu vardı. Bu mövzu misal başlayır, burada öz sevgi var, insanlarla münasibət var və içində hər şey var da, keçmişi buraxanmamaq, niyə indiki anı yaşaya bilmirik, xoşbəxtlik necə olur, auranı gücləndirmə, hər şeydən bəhs eləmişəm. Bu daxilində vardı bu kitabın.